Şəhid gəlib, Ağatda gəlib şəhid. Uşağın birini tanıyırdım, o şəhid olanlardan. Adı Elməddin idi, yardımlıdan idi. Ölənlərinizə rəhmət. Belə münasibətim var idi, ünsiyyətim yaxşı idi. Başqa bölük əskər idi, ancaq belə yəni tanıyırdım da. Şəhidi Ağat, üstü qan olub atan, ayaqları üstü zad belə qan olub. Dağdır da, yəni ora maşın qaldırmaq çox apaslı bir şeydir. Ural misal üçün qalxdı ora, vurulacaq da, onun içindəki heyətə də gedəcək. Orada ancaq atla ya əllə belə düşürtməlisən ki, nəsə gətirib çıxarda biləsən, özündə sağ gələsən. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz gəddin var. Vətən uğrunda ölənlər ölümündən doğulur. Can vətənim, qadam mənə gəlsin. Yolunda şəhadət azdır, nədir ki bir quru can. Yetər ki toxunmasın boynuna düşmən nəfəsi. Yetər ki parçalanma, bütöv qala Azərbaycan. Elə bir Mən Zeynalov Mübariz Şahinoğlu, onu 1-ci ay 1999-cu ildə Kürdəmir rayon Muradxan kəndindən anadan olmuşam. Bu vətənə sevgi, yəni uşaqlıqdan məndə olub, həmişə arzum olub ki, Qarabağ döyüşlərində iştirak edeyim, həmişə qisas almaq arzusunda olmuşam. 2017-ci ilin yanvar ayında Bakı şəhərinin Ensayilər hissəsinə yollanmışam. Xidmətimi 18 ay başa vurandan sonra 2018-ci ilin iyul ayında gəlmişəm. Polad Həşimov rəhmətli, Allah rəhmət edin, şəhid olanda deməli könüllü yazıldım. Bakı şəhər Mərdəkan voyinkomatında. 28 gün gecə artıq mənə zəng gəldi ki, evdən. Bəs voyinkomat çağırır. Sözün açığı demirəm indi. Sevinirdim bir tərəfdən də insanlıqda nə qədər olmasa narahatçılıq olur. Çünki ölənlərinizə rəhmət. Mənim bir qardaşım da vəfat edib. Ölənlərinizə rəhmət. Onunla bağlı biraz narahatçılıq var idi ki, hə. Amma yenə də yəni pis olmurdum. Çünki tək olsun insan hardasa qorxu olar da. Ora gör nə qədər oğlanlar gedir. Hətta məndən yaşca balaca, istəyir böyük, ailəli, subay. 29-u tezdən Bakıdan çıxdım, gəldim Kürdəmir voyinkomatına. Oradan yollandım. Ondan sonra bizim forma, silah belə təchizatımız oldu. Artıq oktyabrın 6-sı idi. Döyüş yolumuz Füzulidən başladı. Gecə idi. Hardasa saat 12-1 arası belə. Məsələn, bizi maşınlarla apardılar Füzuliyə. Alıxanlı kəndinə. Orada maşından biz enəndə aşağı. Orada səngərlər var, vallar var, xəttlər, istehkamlar ermənilərin orada da əsas gücüdür. Ohanyan sədd. Bəli, Ohanyan, keçilməz sədd. 5 dəqiqə, 3 dəqiqə idi düşdüyümüz. Artıq onlar maşını bilirdilər ki, maşın gəlib də bura hərəkət olub. Ondan sonra başladılar top atəşinə, minamyotla, nə bilim, D20 idi, D30 idi, bilmirəm. Gecə səhərə yağdırdılar. Həmin günü də yağış yağırdı. Məcbur olduq səngərdə qala, çıxa da bilmirdik. Səhər açılandan sonra, irəliləyəndən sonra bir gün oldu, səhər açıldı. Axşama qədər gözlədik, təzədən hava qaralsın deyə. Hava qaralandan sonra biz irəliləməyə başladıq o səddlərlə. Belə gedirsən, düz yerlərdir, vallardır, 90-cı illərdən qalma. Bildiyimiz kimi müharibə bir dəhşətdir. Allah üstə səhnəni heç vaxt, nəinki bizim xalqa, heç bir xalqa göstərməz. İrəliləyirsən, getdik nəsə Alıxanlıdan keçdik. Biz deməli, gedəndə orada Seyid Əhməd kəndi var, ora getməli idik, dəstək kimi. Bir gün qalmışdı, bizə xəbər gəldi ki, bəs bir tabor var, orada vurulub. Nəsə atışmada vurublar, şəhidlərimiz var. Biz deməli onların yerinə gedirdik, Seyid Əhməd kəndində. Gedəndə biz gedirik yolu, elə bil, biz getdiyimiz yolun belə düz şəhidlər gəlir. Hamısını rəhmət eləsin. Həqiqətən ağır, çox dəhşətli bir səhnə idi o. Allah rəhmət eləsin şəhidləri, qazilərə Allah şəfa versin. Ancaq yəni bizim də vallahi ürəyimiz, beynimiz onlar yanır da, ürəyimiz yanır içimizdəki. Yəni o səhnənin necə olur? Sənlə bir avtobusla buradan yola düşür, gedir ora, qaydanda sən qayıdırsan, o qayıda bilmir. Çox pis təsir edir insan həqiqətən. Onların yerinə gördük rəhmətliklərin nəsə formaları, zatları, silahlar, zatları qalıb nəsə. Sonra gəldi həmin o hansı tabor vurulmuşdu, oranın qalan şəxsi heyəti yığışdırdı, apardı. Günorta vaxtı idi. Neytrallar da saat keçəndən sonra
Bizi 10 nəfəri ayırdılar. 2 dənə val var idi orada. Belə katyol qoymuşdular ki, yəni bu tərəfə keçmək olmaz. 2 dənə belə val idi, yəni bir dənə də BMP var idi. 10 nəfər ayırdılar, gətirdilər, qoydular ora ki, özümüz üçün müşahidə. Yəni buradan nəsə ermənilər əks hücum əməliyyatı eləmək istəsə, sadəcə biz gözləməliyik. Onlar belə deyək də, bizi müşahidə edir, biz də onları. 10 nəfər orada biz gözləyirik növbətinə. Gecə 2 gün orada qalmışdı biz. 2 gündən sonra deyildi. O başqa bölükdən 15 nəfər gəldi. Onlar keçdi hücuma. Hücuma keçəndən sonra nəsə biz görüşdük uşaqlarla hamısıyla da belə tanıyırıq da bir-birimizi orada. İnsan bir yerdə olur tanıyır. Görüşəndən sonra bunlar keçdilər hücuma. Bir hardasa 5 dəqiqə, 10 dəqiqə təqribən arası var idi keçəndən sonra. Atəş səsləri gəldi, eşitdik ki, yəni atışma oldu. Ondan sonra rabitələ əlaqəyə çıxdılar ki, bir şəhidimiz var, bir də yaralımız. Şəhidi deməli snayper buradan vurmuşdu, yaralı indi dizlərində. Ondan sonra onlar bir dənə də ortada var idi. Orada onlar özlərini gizlənmişdilər, yer tutmuşdular özlərini. Onlar bizim artilleriyaya koordinat verdilər ki, filan metrə filan, yəni 100 metrə sağa, 100 metrə sola orada koordinatlar var. Onların da istehkamları, yəni orada olanlar bilir, o qədər super idi ki, o qədər ideal idi ki, onların gizlənmək üçün yerlərə istehkamları. Siz təsəvvür edin ki, minamyot gəlirdi, səngərin içinə düşürdü. Onların bir dənəsinin burnuna qalmırdı. Artıq onlar koordinatı verəndən sonra biz də öz səngərimizdik. Artıq koordinat veriləndən sonra bizim artilleriya başladı onları vurmağa. Bir gün keçmişdi, bizə dedilər həmin səngəri boşaldı ermənilər. Ayın neçəsi? Təqribən oktyabrın 20 sərifələr olardı. Orada yəni saat, gün biraz açığı bilmirik də, yəni orada telefon, saat belə biraz olmadığına təxmini dəqiq günlər yadımda. Yəni gəldi, nəsə səngərə girdik. Səngərdə deməli o qədər ideal istehkamlar var ki, bunların. Düz səngərdir, belə sağdadır bunların müşahidə məntəqələri bizə baxmaq üçün. Orada tədricən qalxdıqca yüksəlir. Yəni belə dağlıq deyil, sadəcə oranı düzəldiblər nədir. Bir dənə belə giriş var, bir dənə belə, yəni 3-4 dənə girişlər var hər tərəfdən. Getdik gördük ki, bizim artilleriya oranı o qədər vurub ki, səngərin için. Yəni bunlar neçə gündür bura vurulur da. Çünki qəlpənin, təzə qəlpənin, köhnə qəlpənin bilinir də. Biz seçirik də. Məsələn, çox güclü, yəni silahlarla ora atəş oldu. Onlar oranı boşaltdılar. İtkilər zəddə olmuşdu. Getdik gördük, yəni forma zadı qanlı. Qayıtdıq Alxanlıya cəmləşmə nöqtəsinə. Qaraxanbəyli kəndinə. Qaraxanbəyliyə gedən yol deməli uzun bir yoldur. Orada da maşın ən apasına bir şeydir. Çünki maşın ən birinci vurulur. Peşkam ancaq piyada gedəndə sağ qalma ehtimalı daha çoxdur. Gedəndə deməli neytrallardır boş. Gedirsən, misal üçün vallardır belə iki tərəfli maşın yolunda. Belə hündür valdır, iki tərəfi qazılıb, ortada düz maşın yoldur. Nə vaxtsa erməndə olub, alınıb. Gedirsən, irəliləyəndən sonra çıxırsan neytrallarda 100 metr, 50 metr, 200 metrlik neytrallar var. Oranı başlayırsan qaçmağa. Bir dənə də uşaq var idi yanımda. Böyük idi, adısa 30-32 yaşı olaraq təqribən belə. O PKŞnik idi. Onda deməli sinqi var idi. Onun köməkçisi yaralanmışdı. Hospitalda idi. 200 sinqi. Buna dedim ki, bəs Xəlil idi. Dedim, Xəlil, bəs bu sinqi ver mənə. Köməkliyim də, sən keç, PK özü ağır da, 9 kilo oynam, sinqilər nəzərində belə ağır olur, ehtiyat iləsizat. Dedim, məndə seramda silah avtomatdır da, yəni müəyyən qədər yüngüldür. Götürüm, köməkliyim sənə. Dedi, hə, yaxşı. Bunu keçdim, nəsə bu Elman adlı uşaq var idi, Kürdəmirli. Onunla keçəndə hardasa bir 200 metrli neytral idi. Təqribən Elman məndən hardasa bir 10 metr arxada idi. Qaçıb bir 20 metr, 30 metr qabağa gedəndən sonra bunlar başladı snayperlə atmağa. İnanın Allah ki, yəni o filmlərdə belə səhnələr var. Misal üçün bizə həmişə inandırıcı gəlmir axı. Hə, bir dənə yeri gülləlirlər. 30 dənə güllə gəlir, dəyir, bir dənə ona dəymir. O Hind filmlərində istəyir, Amerikan filmlərində misal üçün elə səhnələr var. Bizə inandırıcı gəlmir. Həmişə mən özüm də deyirəm, necə olur ki, bir güllə gəlir, yanına dəyir, amma buna dəymir. Ya buradan keçir, belə dəymir. Orada o səhnəni gördüm. Həqiqətən güllənin istiliyini hiss edirsən. Buradan keçir, nə bilim aşağıdan, ayaq tərəfdən. Bir dənə yox, neçəsini atırsan. Saydı, orada nədir, hər şey. Belə çatıb, sözün açıq, ortaya, təxminən ortalara çatmışdım. İnsanın nəfəsi kəsir, ayaqlarım tutuldu. Baxdım ki, hərəkət yoxdur.
Bir dənə də balaca belə kol kimi bir şey var. Onun yanında belə oturanda yerə bu Elman gəldi mənə çatdı. Dedi Mübariz, qaç vuracaq da, nişan alıb vuracaq. Durdum elə bir sinqi zad da atmışdım. Təzədən götürdüm sinqi ilə, spalni zadı götürdüm. Təzədən başladım qaçmağa. Qaçdım o 200 metrlik keçəndən sonra vala ki girəndə, o birisi vala. Hər şeyi qoydum yerə. İnanmadım ki, yəni bura mən yaralı deyiləm də, yaralanmamışam. Baxdım tez belə formaya zadı, hər yerə baxdım, yoxladım özümü. Gördüm həqiqətən güllə dəyməyib. Ona durub ata bilmirsən oradan. Snayper elə bir şeydir ki, oturub mövqeyində səni gözləyir. Ən çox da ayaqdan nişan alırlar ki, ayaqdan misal üçün ya mənə vurur və yaxud da bir yoldaşıma vurur. Bilir ki, misal üçün ona kömək gələcək. O ayaqdan vurduğun adamı kömək üçün gələndə sən başlayır səni vurmağa. Çox evlərdir, ora xaraba qoyublar da. Bir dənə divara qalıb evin, hansısa kəndlərdir. Getdik, nəsə orada yerləşdik. Gecə idi artıq. Gəldik, yerləşdik orada. Yem kimi deməli, qabaqda erməni səngərdə, kuru qaba belə deyildi, U şəkilli. Biz ortadayıq, bunlar da belə. Hər tərəfli bizi müşahidə edirlər. Sadəcə bizim də arxada ordularımız olduğumuzda, bunlar çox müəyyən yerlər alınandan sonra atəşə. Bir də gördük ki, belə səsi gəlir, raketin özü yoxdur. Demə AGS zat başladı atmağa, minamyot AGS girdik. Bizimkilər də bizim artilleri lap arxadan vururlar, artilleri arxada olur. Vurur, nəsə. Deməli biz bunları snayperlə müşahidə edirik. Bunları yem kimi birini çıxardırlar. Belə deyil. Ay sol özünkilərdə. Bir dənə ermənidir, çıxır belə təpənin valının üstünə. Bizim tərəfə baxır, qaçır sağa, sola, sağa, sola. Deməli orada bunlar nədir? Bilirlər ki, biz bu kənddəyik. Hansısa evin arxasında yox, amma bilmirlər hardayıq. Dəqiq yerimizi bilmirlər. Ay sağ ol. Yəni onu elə çıxardırlar ki, bilirlər ki, biz Azərlər vuracaq da bizi. İndi o çıxan da bilmirəm. Ölümünə imza tutub çıxırdı o da. O çıxandan sonra elə bir snayper əlində müşahidə edirsən, görürsən ha, belə görürsən ki, erməni də qaçır. Baxır belə biz tərəfə qaçır. Bizdən də biraz kənarda AGS manqası var idi. AGS silahı. Nəsə qardaşı bir 100 metr zad məsafəmiz vardı səngərin içində. Üstündən bir yarım saat keçmişdi, yenə çıxdı bu erməni. Yəqin əmin erməni olur da, belə formada seçilmir artıq. Qaçanda bir də gördük ki, AGS-lə vurdular. O yatdı yerə. Bunlar AGS-lə vurdular, əl çaldıracaq, vuruldu. Kürtlər kəndinə getdik, səhv eləmirəmsə. Orada çünki o qədər kənddə olmuşuq ki, evlərimizə, belə evlərin içindən divara qalıb, içindən ot bitib, qan qalıb bitib, belə şeylər. Heç nə yoxdur. Bilmərsən ki, bura ev olub da, nə vaxtsa. Elə bilirsən ki, qədimi bir şeydir. Nəsə, oradan bizi yenə yüklədilər, apardılar bu dəfə Hadruda. Tuğ kəndinə gedəndən sonra nəsə orada irəliləmə oldu. Getdik, gecə idi, bir yer var. Kəndinə gedəndən sonra nəsə orada irəliləmə oldu. Getdik, gecə idi, bir yer var idi. Orada yerləşdik Tuğ kəndində. Hadrut həqiqətən cənnət bir yerdir, çox gözəldir. Füzuli zad misal üçün düzənli idi, Hadrut çox gözəldir. Orada olandan sonra gecəni qaldıq orada. Atışma da davam edir, səngimək söhbəti yoxdur. Ondan sonra nəsə gündüz bizim yerimizi dəyişdilər ağaclıq tərəfə. Çünki ermənilərin pilotçusu gəlirdi, onlarda dron deyirlər, vura bilmir, ancaq çəkir koordinat ötürür. Ağaclıqda dayanmışdı elə. Ondan sonra yenə yerimizi dəyişdi. Bir dənə dağ var, elə belə həmin o kənddən düşürsən aşağı, təzədən qalxırsan belə dolayı yolla. Orada da ancaq peşkon getməlisən də, maşın çox apasnadır. Ən birinci maşına vururlar. Bayaq dediyim kimi də sağ qalmaq ondan hardasa ehtimalın olur. Maşınla ümumiyyətlə mümkün deyil. Oradan sonra gəldik. Gələndən sonra yer dəyişmə oldu. Yenə gecəni orada gecələdik. Gündüz keçdik Hadrudun belə başqa kəndi var. Azərselin Vişqası deyirdik biz ona. Ora. Getdik, ora yerləşdik. Bir gün, yoxsa 2 gün orada qaldı. O artıq noyabr ayı idi. Oktyabr qurtarmış, noyabr ayı idi. Biz irəliləyəndən sonra gəldik bir dənə çöllər idi, kəndlər idi bura. Çöllü idi, dağlıq, meşəli belə. Hava da dumanlıdır, gəldik, yerləşdik. Noyabrın təqribən hardasa 5-6 arası idi. Gecə qaldıq. Deməli, yağış başladı. Dəqiq bilməm, ya 4 idi, ya 5 idi belə. Yağış başladı. Yağış başlayandan sonra gecə səhərə qaldıq yağışın altında. Xeyri yoxdur orada, heç bir şey elə bilməz. Panelin içinə girirsən,
Mən ancaq yəni spalnimi özümlə apardım da. Bir döyüş günündən axıra qədər həmişə üstündə gəzdirdim onu. İstəyir palçalı da olsa, yaşlı da olsa. Çünki ona həqiqətən ehtiyacı var orada. Məlumat gəldi ki, yəni şəhidlərimiz var. 2 dənə də şəhid orada vermişdi, həmin o Hadrutda. Onları topla vurmuşdular. Oradan düşəndən sonra birin atla gətirdilər. Ağır at idi, ağ at idi. Gəldi deməli şəhid gəlib. Ağatda gəlib şəhid. Uşağın birini tanıyırdım, o şəhid olanlardan. Adı Elmədin idi, yardımlıdan idi. Ölənlərinizə rəhmət. Belə münasibətim var idi, ünsiyyətim yaxşı idi. Başqa bölük əskəri idi, ancaq belə yəni tanıyırdım da. Şəhidi ağat, üstü qan olub atın, ayaqları üstü zad belə qan olub. Dağdır da, yəni ora maşın qaldırmaq çox apaslı bir şeydir. Ural misal üçün qalxdı ora vurulacaqdı, onun içindəki heyətə də gedəcək. Orada ancaq atla ya əllə belə düşürtməlisən ki, nəsə gətirib çıxarda biləsən, özündə sahib gələsən. Deməli, ağatdır. Elə bir səhnədir ki o, təsəvvür edin, müharibə qızğın vaxtı, ağat, üstü qan. Bir növ düzdür, biz onu görməmişik, yəni həmişə yəni, filmlərlə ya belə deyimlərlə eşitmişik. Yəni Kərbəla hadisəsini xatırlatdı həqiqətən. İnsan, belə deyək, göz görür, amma beyin qəbul eləmir. Fikirləşsən ki, hansısa bir filmin içindəsən. İnanmırsan ki, belə bir şey ola bilər də. Çünki biz insanıq da, yəni insanın nə qədər pis əməli olsa da, nə qədər günahkar olsa belə insan başqa bir insanı o vəziyyətdə görəndə istər-istəməz çox pis təsir edir də. Niyə görə pis təsir edir? Ona görə ki, kömək eləyə bilmirsən. İstəyərsən ki, kömək eləyəsən, görürsən ki, artıq gecdir də, yəni işdən keçib, ya şəhid olub, ya və yaxud harasa kəsilib qalıb. Misal üçün, əl buradan yox, qol buradan yox, gedirsən. Orada birinin yəni açdı, bura qədər üstün parçasını çəkdi, ciblərinə zırnə baxdıq ki, görək nə var, nə yoxdur, yəni çıxardıb ona təhvil verməliydi. Batinkalarımızdan çıxartdıq, o birisini amma açmadıq, həmin o Elmədin dediyimiz başım belə qəlbə buradan aparmışdı. Bizi bilirsiniz nə? Bir haqqın yolu idi bizim getdiyimiz yol. Çünki belə deyək də, biz hansısa torpaqda vuruşmuruq, işğalçı siyasət yürütmürük. Biz öz torpağımızı, plus tək torpaq davası yox, bu zülmə son demək idi. Zülmə qarşı gedirdik biz. Tək o, oradakı rayonların torpaq ərazilərindən söhbət getmir. Biri var, misal üçün gələ, sənə vaxt verə, boşaldasan, necə ki biz onlara vaxt verdik, insanlıq elədik ki, yeri gəlsə bu sülh olmasaydı orada heç mülki əhalidə belə qalmadı. Ondan sonra baxırdıq, millət yolun qırağında durub bizi necə yola salır, yəni ruhlandırır, istəyir ora gedənin valideyni olsun, istəyir əmsi oğlu olsun, kim olur olsun, fərqi yoxdur ki, yəni hər bir kəs istəyir uşaqlı, böyüklü, kişili, qadınlı, hamı bizi yola salır. Bizə nələr gəlirdi, o videolarda var, misal üçün Kamazların, Uralların arxasından produkt gəlirsin, nə bilim, yemək, içmək, şirniyyat, sigaret, belə. Biraz irəlilik qabağa. Gəldi, orada belə təpə var idi. Təpəni belə qazırsan, lapatkanı, üstün belə göy palatkanı örtürsən, üstündə palçıqlayırsan. Əskiyə belə palçıqlayırsan, üstünə deyirsən, pilotsuz gəlib çəkəndə torpaqdan seçilməsin. Girirdi ya altına. Gecə saat 2-3-ə kimi dayanırsan, yolun içində yatırsan, yata da bilmirsən. Çünki o qədər soyuqdur ki, şaxta olur, belə bağlayır, dağlıdır da, yəni noyabr ayı temboli. Göy palatka olur, belə şax ağappaq belə, daş kimi də bərkiyir. Çıxırdıq çölə, nəsə, bir belə, hər tərəfdən belə ocaq yandırırdıq, balaca ocaq. Hər tərəfdən belə dururduq ki, başına birdən işdi, pilotsuz zad göndərsələr, görməsinlər. Gecə saat 3. Gecə idi, durğuzdular ki, davaydı, müharibə qutardı. Bəs elə bildiyi zarafat eləyirlər də. Həqiqətən inanmır insan. Durduq, nəsə götürdüm mən də. Yox, dağ tərəfdən gələn uşaqlar gəlmişdi, təbrik eləmədi belə. Gəldilər, gördük, havada güllələr sayrışır, nə bilim. Əvvəl belə erməni tərəfə atılırdı, onlar da biz atırdı. Gördük ki, o tərəfdə bu tərəfdən havaya atır. Gördük ki, bu boş yer olmaz. Nəsə, tez zəng vurdum evə, atama. Gördüm, açıb televizora baxır. Dedim, bəs, belə də. Dida bilirəm, televizora baxıram özümdə, yəni. Şükür Allah, hər şey yaxşı oldu. Bir tərəfdən sevinç hissi var, bir tərəfdən kədər hissi var. İnsan belə başqa cür olur, orada belə deyək, uşaqlaşır. Həm mənəvi olaraq bərkirsən, çünki çox şeylər görürsən. Bir tərəfdən də insan belə istəyir, yəni başqa bir şeylər də, o hiss, duyğu başqa bir şey. Nəsə, onu idi, müharibə qutardı, səhər açıldı, gəlib.
bilirdilər ki, biz gələcəkdən. Onlar həmişə belə bir söz var, deyirlər, bilirik ki, bu mollalar nə vaxt silib qayıdacaq. Onlar bilirdilər, onun üçün belə çox sürpriz hazırlamışdılar bizə. İndi şükür Allaha bizim içimizdən belə, yəni Minyazada belə düşən olmadı, ancaq oldu da başqa skerində. Sonra Hadrutda yenə bunların terrorçu kamikaze kimində qalmışdı bir 80 nəfər, 100 nəfər. Bizə yenidən həyəcan zadı verildi ki, yəni bəs ehtiyatlı olun, bunlar buradadır. Həmin o postumuzu, patrolluğumuzu gecə də aparırdıq. Şuşa yəni alınandan sonra gəldik. Hadası təqribən noyabrın axırını, 20-si, 15-20-si arası belə gəldik Şuşaya. Şuşadakı yəni deyildi ki, həqiqətən cənnətdir, çox gözəl bir şəhərdir, mənzərəsi çox. İndi lap gözəldir, çünki yazı onda qış idi. Başaltı da həqiqətən deyildi ki, strateji mövqe bizim üçün çox böyük önəmi olub. Çünki elə bir yerdir ki, ora, Şuşaya qalxan yolu oradandır. Ora yəni müharibə bitəndən sonra indi hamı üzülür, şəhidlərimiz Allah rəhmət eləsin. Bizim də misal üçün dostlarımızdan şəhid olan oldu. Misal üçün Şirinov Kamil, Ərəb Qubalı kəndindən Sola kəndindən Soltana Vurulcusu. Sonra o Elməddin dediyim uşaq. Yəni oldu. Sonra mənim əskəridəki komandirim var idi. Hüseyn Rəhim, mayor Zərdablı. Yəni o da şəhid oldu. Əskəridə komandirim olub. Sonradan bildim ki, mən onun şəhid olub. Yəni həqiqətən yəni şəhid olub Allah rəhmət. Çox gözəl insan idi. Həqiqətən gözəl insan idi. Yəni şəhid olub deyə demirəm onu. Mən qəlbimdən gələn bir şeydir. Çox gözəl insan idi. Erməni də belə orada döyüşmək istəmir. Sadəcə orada bir şey başa düşdüm ki, mən həqiqətən onlar bizə o qədər nifrət eləyir ki, biz düz onlara nifrət eləyirik, bilirik ki, misal üçün düşmənimizdir. Amma bizim elədiyimiz nifrətin bir 10 qatını onlar bizə bəsləyir. Amma bilmirəm niyə, səbəbsiz yerə. Yəni bunlar başa düşmürlər ki, müharibə gedə-gedə misal üçün atəşkəs olurdu, imkan verilirdi ki, meyitləri çıxardasan. İstəyir bizim meyit, istəyir onların meyiti. Sonra müharibə qutarandan sonra onlara dedilər 10 gün, bunlara 20 gün, 15 gün əlavə möhlət verildi ki, yəni bunlara mülki əhali tərk eləsin. Yəni onlar bizə imkan verməmişdi axı. Yaxşı, sən getmirsən belə deyək, qəbir dağıdırsan və yaxud da ki, insan öldürsən, bu hər şeyi bildik. Bizim yəni bilirsiniz nədir? Mən özüm arada uşaqlarla belə deyirdim, hərən bir fikir var da. Mən orada görmədim hansısa biz əskərimiz desin ki, həqiqətən mən erməni körpəsini öldürürəm. Bilirsən, böyük erməni olacaq, yenə bu sənin üstüyə gələcək. Amma belə bir şey var ki, haqqın yolu bəs budur da, yəni sənin körpə uşağına və yaxud da qadınla nə işin var? Yəni necə qaya bilərsən o qundaqdakı uşağa? İnan Allah gedirdi, yəni misal üçün özümüzə lazım olan şeylər üçün evlərə girirdi, nəsə götürmək üçün də, yəni orada hava soyuğa gedirdi, bizə çox şeylər, yorğanca belə şeylər lazım olurdu. Gedirsən görürsən adi otaqda uşaq ayaqqabısı, paltarla, beşiyi zat. İnsan görür həqiqətən pis olur. Deyirsən yəni bunu siz eləmisiniz, biz eləməmişik. Bunu siz başlamısınız. Biz də qutardıq. Siz eləyirsiniz. Yəni biz necə adam, biz onların hətta belə deyək, körpə paltarlarına baxanda uşaqdır da, yəni hər kəsin ailəsində və yaxud da qohumunda bir körpə uşaq olur da, yəni üzr istəyirəm. Baxırsan insanın gözünün qabağına o gəlir ki, yəni necə ola bilər ki, bunlar körpəyə qıyar. Xocalı faciəsi yəni. Bəli, tək Xocalı yəni yox, yəni ümumi olan pastayla bu illər boyunca bizim başımıza gətirdiyi oyunlar. Yəni sənin 80-90 yaşında bir kişinin nə işin var? Seravın o səni neynəyəcək? Yəni döyüşsən ordu ilə döyüş. Bizim orduda mərd-mərdəni əsl kişi kimi yəni olan ordusu ilə döyüşdü. Onlar mülki ailəsinə güllə atmadı. Amma mən sizə deyirəm ki, Xocalından istəyir indiyə qədər tökülən qanların 5 qat intiqamı alındı. İnşallah bir daha belə bir müharibə olmaz. Nəinki bizim xalq üçün, heç bir xalq üçün olmasın təki. Çünki fərqi yoxdur. Yəni istəyir yevrey olsun, Yahudi milləti, istəyir xristian, istəyir müsəlman, istəyir bütpərəst, hamıya öz övladı, balası şirindir. Yəni istəməz ki, geçsin, cavan itirsin. Nəinki müharibə, istəyir avariya olsun, istəyir başqa belə sahələrdə olsun. Yəni ölüm yaxşı şey deyil də. Yəni valideyn üçün çox ağırdır. Bayaq da dediyim kimi mən bir qardaşım vəfat etdiyini görə uşaq vaxtı ölüb, ancaq fikirləşirdim ki, yəni valideyn üçün çox ağır olacaq. İkinci övlad, oğul itkisi. Amma orada yəni fikirləşmirsən ki, öləsən də. Deyirsən nə olar da, gedirsən, gəlirsən, güllələr keçirib, hər şeyi fikirləşsən ki, hə, indi öləcəm, ölməyəcəm. Fikirləşmirsən ölməkdir bir tərəfdən. Elə bilirsən, elə sağ qalasın.
Nəsə bir dəfə mənim komandirim var idi. Ona dedim ki, komandir, bəs müharibə, onda hələ müharibə gedirdi. Dedim, bəs belə-belə də mənə elə gəlir ki, amma yaxşı olacaq, hər şey qayıdacam. Dedi, mübariz dedim, dedi, şəhidlər də qayıtmaq istəyirdi. Yəni onlar da fikirləşmirdi ki, şəhid olacaq. Fərqimiz nədir erməni ilə? Belə deyək, çox fərqimiz var. Fərqlərimizdən biri odur ki, ermənilər vətən üçün, torpaq üçün getmir. Ermənilər bir növ vampirdirlər, qan içəndirlər. Licbi bir dənə türk öldürüm, qanın için. Onlar misal üçün torpaqdır. Onların göyə ki, istəyir Qarabağ yox, istəyir get otur bu dəqiqə sən Ermənistanda, onların paytaxtı Yerevanda. Onlar onun qeyrətini çəkən deyil. Onlar misal üçün qızlarını göndərirdilər döyüşə bizlə. Biz görürdük də, yəni bizim bir əskər var idi, olan snayperisini vurmuşdu. Yəni çox oldu orada hadisələr. Qızlardır. Baxırsan ki, bu qadındır da. Düzdür, o səni öldürür. Prosta biz, yəni bizim belə bir mentalitetdə yoxdur ki, qadına güllə ataq, uşağa güllə ataq, qocaya güllə ataq. Belə bir şey yoxdur bizdə. Baxırsan ki, bunlar ya uşağı göndərib üstə və yaxud da ki, qadını. Deyirsən ki, bu belə bir şey olmaz axı. Yəni biz sırf haqq üçün gedirik. Yəni onlar vətən üçün eləmir, torpaq üçün eləmir, xalq üçün eləmir. Onlar qan tökmək istəyir. Onlarınki terrorçuluqdur. Onlarınki müharibə deyil ki. Sən əsiri tutursan, təhvil versən, o təhvil vermir. Sən Kərbəla hadisəsi idi. Necə ki, İmam Hüseyn əleyhissalamı ağ atın üstündə şəhid eləmişdilər. Qan gəldi, o at İmam Hüseynsiz xeymələrə. Yəni elə bir səhnə idi bu, ağır səhnə. Çünki ağ at üstü qan, şəhid qanı, qan damlaya-damlaya gedirdi. Baxırsan, cavan oğlandır, əlindən heç nə gəlmir. Həmin o şəhidləri sonra götürürdük çiynimizdə. Formanı həmişə demişəm, ölənə qədər də saxlayacağım. Çünki bu forma başdan axıra qədər məndən olub. Dəyişməmişəm də. Bir də ki, ən çox burada şəhid gedib. Gələndən sözün açıq heç yuduzdurmamışam belə. Çünki istəmirəm də, yəni yuyulsun. Fikirləşirəm, qoy qalsın belə. Onun forma şəhid qanı içində. Bəli, şəhidlər getdi. Baxın, heç müəyyən yerlərində sökülüb, heç əl vurmağa qoymuram. Məsələn, sadəcə səliqəli qoymuşam şkafa, qalıb. Burada misal üçün gedən şəhidlərdir. Baxırsan, çiynində şəhid gedir. İnsan bir növ özünə təsəlli verir ki, hə, indi şəhid olub, Allah rəhmət etsin, şəhiddir də bu, yeri cənnətdir. Amma döyüşlərdə ən çox orada, yəni fədakarlıq, belə deyək də, ən çox əsas rolu oynayırdı, sözün açığı da belə deyək. Bizim xüsus təyinatlılar, həqiqətən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Yaralımıza, qazilərimizə şəfa versin. Ən çox, yəni əsas rolu oynayırdı orada xüsus təyinatlılar. Çünki onların döyüş yolu elə bir yoldur ki, həqiqətən. O danılmaz bir faktdır. Ermənilər, yəni onların formasını görəndə və yaxud adını eşidəndə gəlirdi, təyinatlı, yaşma deyirlər də, yaşma deyirlər. Orada istəyir erməni söhbəti ola bilməz. Yeri gəlsə ermənilərində xüsus təyinatlılar var. Səhv eləmirəmsə 022-dir onlarda. Onlar daha çox deyirlər, bayavoydular belə, yəni yekə. Amma yəni onlar belə bizim təyinatlıların adını eşidəndə deyirlər, hə, yaşma gəlir, deyirlər ki, sonra internetdə, yəni dünyaya belə bir şey yaymışlar ki, demişlər Azərbaycan ordusunda yəni əskər yetişmir də, canavar yetişir, zombi yetişir. Şuşa döyüşlərində yəni biz buna şahid olduq. Şuşa döyüşləri belədir, əlbəyax olmuşdu da, yəni silah, əlbəyax, yumruq, təpi, bıçaq belə şeylərlə. Orada yəni erməni həqiqətən güclü bir dövlət ordusu olsaydı erməninin. Yaxşı, bildik, minamyotdur, drondur, getdi, vurdu, hə, bildik, bu artilleriya, aviasiya müharibəsi oldu. Yaxşı, əlbəyaxıda da sən mənə gücüm çatmadıq, sənin mənə. Onların, misal üçün, biz gedirdik, yol boyu daş altdan Şuşaya qalxırsan, yol boyu onların, belə deyək, formaları, hərbi formaları, polislərin formaları, yəni onlar orada polislərin ora cəlb eləmişdi. Onlar orada daxili qoşunun, belə deyək də, bizdəki olan kimi onlarda da var. Daxili qoşunun da cəlb eləmişdi, ordusunu da cəlb eləmişdi. Amma bizim orada döyüşən ancaq XTQ idi. Sırf mühərrik. Sırf mühərrik. Yəni bizim orada döyüşən ancaq o idi. Yəni bizim tək bir dənə mühərrikimiz onların öz ordusunda, daxili qoşununda, polislərin də məhv elədi orada. Düzdür, şəhidlərimiz oldu, amma yəni müharibəsiz, şəhidsiz də müharibə olmur, qansız müharibə olmur. Hansı müharibədə yəni itki olmur ki, istəyir biz olaq, istəyir başqa xarici dövlət, mümkün yoxdur. Yəni bir dənə onu fikirləşin ki, bizim orada ermənilər hamısı qırıldılar, ondan sonra Şuşa alındı. Yəni oradan erməni çıxmadı sağ.
Erməninin orada hamısı qırıldı. İnsanlar var idi ki, könüllü gəlib yalvarırdı, aparmırdılar. Artıq ya yerlər də olmuşdu, ya ehtiyac yox idi, nə idisə. Yəni şükür Allah mən getmişəm, iştirak eləmişəm. Köməklərimiz deyil müəyyən qədər, amma ən əsas rolu bu danılmaz faktı XTQ oynayıb 052. Onların işi danılmazdı. Şuşa döyüşləri belədir ki, üzbəüz əlbəyaxa görsən sənin üstə erməni gəlir. Orada misal üçün çox dözümlü, iradəli, ürəkli olmaq lazımdır ki, sən onu orada məhv eləyəsən. 1-4, 2-4, yəni erməni dediyim kimi bilirdi ki, Şuşa alınsa müharibə bitmiş sayılır. Ona görə ən güclü mövqelərini Şuşaya yığmışdı. Şuşanın yəni girişinə yığılmışdı onlar. Fikirləşmirdilər ki, ermənilər bizim XTQ, yəni 052 başqa bir yerinə keçər. Təmiz arxalarına fırlanıb onları məhv eləmişdilər. Hamı bilir ki, bu danılmaz faktı. Əsas döyüş yolu, yəni ən böyük işləri görüb xüsusi təyinatdılar. Müəyyən insanlar var ki, baxırıq internetdə, bəlkə də yəni döyüş zamanı o hansısa bir rayonda və yaxud da hər bir hissədə ehtiyatda olub və yaxud da ki, döyüşdə olub, amma döyüşün içində də ehtiyat korpus taborlar var da, yəni belə deyək də, arxada olub, çox arxada olub. Nə olsun ki, yəni biz yəni şəhid olsaydı o gələcəkdi. Fərqi, söhbət ondan getmir. Söhbət ondan gedir ki, yəni madam arxada olmuşsan, deyən hə getmişəm, o formanı geyinmişəm, o silahı əlimə almışam, ancaq gözləmədə olmuşam. Burada nə var ki, hər oğlun, yəni hər insanın da gedib ora çıxa bilmir. Başa düşürəm sən. Sadəcə ola bilər mən ehtiyatda olardım, sən mənim yerimdə olardın. Və yaxud da mən şəhid olardım, sən mənim yerimə gələcəydin onsuz. Söhbət ondan gedir ki, elə insanlar var ki, elə danışarlar ki, mən falan yerə bayraq taxdım, mən falan yerə nə bilim, falan posta aldım, falan kənddə, falan rayonda belə döyüşdüm. Olmaz axı, yəni bu realni orada döyüşün içində olan insanlar var, oğlanlar var ki, heç bəlkə də onun qədər danışmır, onun qədər yəni özü ilə öyünmür. İnsanları tanıyıram ki, həqiqətən arxada olub və yaxud da ki, yəni onun döyüş yolu elə bir uzun sürməyib. Sadəcə elə danışır ki, istər-istəməz döyüşün içində o əziyyəti çəkən insanlara təsir edir. Çünki belə bir misal var, irəli gedən şəhid olur, arxada qalan qəhrəman. Yəni müharibədə belə bir məsəl var, deyirlər. Getmisən, Allah köməyin olsun, lap yaxşı. Sadəcə olmaz axı, misal üçün bizim orada o qədər şəhidlərimiz var, o qədər qanlar tökülüb, o qədər qazilərimiz var, əlini ayağını itirib. Misal üçün boyda buxunda məndən də bir yekə, məndən də böyük canlı cəsəddir. 10 dəfə, 1000 dəfə məndən yaraşılı. Sadəcə gəl ki, misal üçün əli yox, ayağı yox. Allahın verdiyi dərddir o da. Yəni o yolu biz də keçə bilərik. Sadəcə sən təsəvvür el, o qədər arxada olmusan. Buradan həmin o insanlara səslənirəm ki, yəni o qədər arxada olmusan. Sən durub yəni boş-boş yalanla deməyin adı yoxdur ki, mən getdim falan yerə bayraq taxdım, falan şey elədim. Yox. Misal üçün şans olub, bayraq taxmaq şansı mənim də əlimə düşüb. Amma mən özümə sığışdırmamışam. Çünki bu döyüş yolun sırf o bayraq üçün, ora gedəcək bayraq üçün mən döyüşməmişəm. Mən başqa istiqamətdə olmuşam. Sadəcə elə olub, təsadüfən fırlanıb gəlmişik ora, yer dəyişməli. Mən atqazayım demişəm ki, istəmirəm. Çünki olmaz axı o. Bir də ki, orada misal üçün bizim şəhidlərimiz var idi, neytrallarda qalan. Yəni, inanın Allah'a, sizə Allah'a inandırıram ki, bir dənə də olsun şəhid yox idi ki, orada istir rütbəsindən, vəzifəsindən asılı olmayaraq, istir zabit olsun, istir əskər olsun, fərqi yoxdur. Heç bir şəhidimiz arxa tərəfə, yəni dönəndə kürəyindən vurulmamış, hamısı sinəsindən vurulmuşdu. Silahlar da yanında, yəni gedirdik, çıxardırdıq hamısını, Allah rəhmət eləsin. Azərbaycan ordusu, Azərbaycan xalqı belə vuruşqan xalqdır. Heç bir şəhid, yəni dediyim kimi, arxa tərəfə, yəni bizim səngəri tərəf çönməmişdi. Hamısı erməni tərəfə idi. Bilirdilər ki, şəhid olacaqlar. Sadəcə döyüşdü. Yəni onlar da ora hansı niyyətin, hansı məqsədlə baxırsan onların döyüşdüyü yollara, baxırsan onların atdığı addımlara, izlərə, həqiqətən insan çox qürurlanır, özü ilə belə fəxr eləyir ki, yaxşı ki, mən bu ordunun əskəriyəm. Yəni şükür elirsən Allaha ki, mən bu ordunun əskəriyəm, bugünkü gün buradayam. Onlar baxırsan şəhidlərdir ki, əskərlər gəlirdi, misal üçün 18 yaşında, 19 yaşında, nə bilim, xidmətdə olan əskərlər. Onların orada elədiyi canfəşanlığı, güllənin qarşısında misal üçün produkt, yəni yemək, içmək gəlməliydi də bizə. Biz də gedirdik, onlar da gedirdi. Baxırsan onların hərəkətinə, müəyyən qədər fərq olur da, misal üçün biz əskəriyyədə olmuşuq, sonra təzədən getmişik ora. Silahla davranış qaydası da, hərbinin müəyyən qədər təlimi bilirik də. Yəni, onlar amma misal üçün sırf bu, nə olsun hərbidədir? Müharibə ilk taxı bunlar üçün. Biz bu yolu keçib qayıtmışıq, müəyyən qədər fərq var idi. Ancaq o əskərlərin, o bizdən də, yəni yaşlı, 3-4 yaş balaca olan əskərlərin orada necə hərəkətlərinə baxırdı, onların necə deyim, ürəklərinə baxırdı ki, həqiqətən baxırsan ki, misal üçün
belə rayon uşağıdır, kənd uşağıdır. Mən özüm də kənd uşağım. Yəni belə cılız uşaqdır da, belə balaca boy. Baxırsan onun hərəkətinə insana ləzzət eləyir ki, halal olsun bunu böyüdən anaya, ataya, valideynə, nə bilim. Bu çox super da. Yəni insanın özünə ləzzət eləyir ki, belə ordumuzda belə əsgərlər var. Heç kəs demirdi ki, getmək. Hamı deyirdi irəli. Hamı deyirdi irəli. Şükür Allah. Amma ermənidə o, ermənilər hamısımız əksəriyyəti kürəyindən vurur. Çünki onlar elə bir hünərin yiyəsi deyil ki, biz nözbəz. Sadəcə yenə deyirəm, o güllənin istiliyini hiss eləyəndə o qəlpələr misal üçün gəlib, həmin bu forma idi. Mən qəlpə gəldi kürəyimdən sürtdü, yəni formadan, bu kitellə. Sürtdü, keçdi. Yəni heç nə Soğla kəndində olan şəhidimiz var idi, Sultanov Oruc. 22 yaşı var idi, nişanlı idi. Göygöz oğlan idi, Kürdəmirlidə. Yəni. Gələndən sonra o döyüş yoldaşlarımızla yığılışdıq. Maşının evlərinə girdik, ziyarət elədik. Sonra getdik qəbrinin üstünə. Gül qoyduq qəbrin üstünə. Qəbrin qarşısında baş əydik. Yəni əldən gələn bir şey yoxdur. Allah hamısına rəhmət eləsin. Canımız bugünkü gündə rahatdır. Sadəcə müəyyən insanlara səslənirəm ki, həqiqətən döyüşənlər qalıb, bəzilər arxada. O bəzi insanlar var. Elə danışır ki, baxıram mən özüm belə deyirəm, nə qəşəng, bundan qəşəng belə jurnalist çıxar, bundan qəşəng aktyor çıxar, sözsüz çıxar. Bu olmaz axı belə şeylər. Burada utanılası nə var ki? Misal üçün mən əskərliyimi, yəni bayaq dediyim kimi Bakı şəhərində ensayi hərbçisi olmuşam. Bakı ətrafında olmuşam da, yəni heç mən belə yəni əskərlik müddətində post görməmişəm. Nə olsun, amma gəldim müharibə elə oldu ki, yəni həmişə arzum olub. And olsun Allah, əskərlikdə belə olanda mən komandirə yaxınlaşmışdım bir neçə dəfə ki, mənim posta getmək istəyirəm. Nəsə dedilər, perovod olmur da, gərək misal üçün müəyyən şeylər var, sən ucaq buradasan. Yəni aparmadılar. Mən həmişə arzum olub. Gizlədir, bilirik ki, biz onların itkisi çoxdur. Onların leşi çoxdur. Yəni bunu onlar bayaq dediyim kimi onlar başlatdı, biz qurtardıq. Döyüş yolunda mənim deməli Füzulidən başladım. Ən çox yəni olduğum yer Füzuli olub da bizim belə deyək, təyinatımız ora verilmişdi hərbi hissəmizin. Sədləri yarmaq idi. Ohanın yan səddini yarmaq idi. İstehkamlar, kəndləri ala-ala getməkdi. Ən çox döyüş yolum oldu Füzulidə, sonra Hadrutda. Bir də ki Xocavəndin dağları. Oraya yəni yaxındır da, Hadrutla Xocavənd, yəni belə deyək, qəsəbədir ora Hadrut. Xocavəndin dağları. Amma müharibə qutarandan sonra məsəl üçün Şuşada da olmuşam, Daşaltı kəndində olmuşam, Laçında olmuşam. Cəbrayılda olub qayıtmışıq, yəni çox qalmamış, getmişik. Düzdür, fərqlənmək insan istəyər, ancaq orada gördüklərimizin qarşısında o medaldır, yəni istəyir knişkadır, yəni elə də gözümüzdə olmur da. Biz gedib gəlib dua edirik ki, şükür Allah, əlimiz ayağımız yerində, gəlmişik sağ-salamat. Qəlbimiz yaralıdır, söz yox, ancaq neynəsən, yəni ən azından bilirik ki, bu bitdi. İkinci Qarabağ müharibəsi veteranları var ki, onlarla söhbət edirəm. Mənə eləsi var, misal bizim kəndimizdən də var, başqa yerində. Görür mənə eləsi var, ağlayır. Deyirəm, mən də sən yaşlı olanda orada misal üçün 3 il, 4 il vuruşmuşam. Bilirəm, çətindir bu. Deyirəm, deyir, həqiqətən halal olsun sizə, bu gənclərə. Müharibə elə bir müharibə idi ki, ermənilər misal üçün əlatsızlıqdan bizim Bərdəni vurdu, Tərtəri vurdu, Gəncəni vurdu. Yəni bu terrorçuları biz orada yəni yenə deyim, hansısa bir orduya qarşı vuruşmurduq. Biz orada belə deyil, ancaq sırf terrora qarşı mübarizə aparırdıq. Necə ki, misal Türkiyə PKK ilə vuruşur. Bizimki də orada erməni terror idi orada. Yəni ordu kimi müharibə qayda qanunu ilə vuruşmurdu. Misal üçün biz onlara heç bir qanunsuz silah atmadıq, hansısa belə zorakılıq eləmədik, hansısa mülki əhalisini yeri gəlsə gedib götürüb öldürə də bilərsən də. Qoyarsan yollarda, misal üçün qurarsan hansısa bir istehkamlar qurarsan, özün üçün xətt qurarsan, mülki əhalini heç oradan çıxmağa qoymarsan sən. Və yaxud da ki, müharibə gedə-gedə vurarsan şəhərlərin. Biz ona eləmirik axı, biz istəmirik orada körpü ölsün, qadın ölsün, qoca ağsaqqal kişi ölsün. Amma onlar elədilər. Bir rayonda yox. Onlar Kürdəmiri də vurdular. Onlar Tərtəri də vurdu, onlar Gəncəni də vurdu, onlar Bərdəni də vurdu. Yəni bayaq dediyim kimi, onlar vətən, torpaq, qeyrət, namus belə şeydən dərdini çəkəndir onlar. Ancaq odur ki, qan töküm. Uşaq qanı, kişi qanı, qocan qanı, qadın qanı. Fərqi yoxdur onlar üçün. Qan töksün. Fikirləşmir ki, burada bu körpədir, bunun nə günahı var, sabah Allaha nə cavab verəcəm. Nə olsun müharibət? Müharibət deyir deməkdir ki, elə öldürə-öldürə getməlisən anlayın. Yox. İndi şükür Allah hər şeyi qutarıb, bitib bir neçə aydır. Yəni indi bizə gələndən sonra müəyyən müalicələr almışıq, yəni. İndi şükür Allah hər şey yaxşıdır. Sağıq, sağ-salamatıq. Allah bu müharibəni heç vaxt heç bir xalqa göstərməsin, nəinki Azərbaycana. Çünki
Dediyim kimi, həqiqətən müharibə dəhşətdir. Çox böyük bir dəhşətdir. Orada görünən səhnələr hansısa bir filmi, hansısa bir nə bilim teatr səhnəsini insanı bənzətmir də. O film bilirsən filmdir və yaxud da ki gedirsən bu insandır, canlı insan. 10 saniyə əvvəl nəfəs alırdı, indi nəfəs almır. 5 saniyə əvvəl nəfəsi var idi, indi yoxdur. Yəni belə səhnələr var. Allah o səhnəni heç vaxt heç bir xalqa göstərməsin. İnşallah heç vaxt bir də müharibə olmaz. Yəqin ki bu son idi. Allah yenə deyirəm şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Mən Zəfər Ordusunun əsgəri Zeynalov Mübariz Şahinoğlu. Sağollaşıram sizlərlə. İnşallah görüşmək ümidi ilə.